Cisco CNA imtahana düşə biləcək suallardan 36-cısının izahına başladıq. Bu sual bizdən soruşur ki, Spineleaf arxitekturasının xarakteristikası nədir? Doğru cavabımız D variantı. D variantında deyilir ki, end device'lar bir-birinə eyni sayda hop qədər uzaqlıqdadır. Bu şəkildən Spineleaf arxitekturasını görürük. Yuxarıdakılar spine switchlər, bunlar leaf switchlər, ən aşağıdakılar isə end device'lardır. Bu şəkildən də göründüyü kimi, leaf switchlər spine switchlərə qoşulub. Spine switchlər bir-birinə qoşulmayıb, leaf switchlər də həmçinin bir-birinə qoşulmayıb. Buna görə də end device'lar bir-birinə eyni sayda hop qədər uzaqlıqdadır. Misal üçün, bu end device'lar arasındakı hop sayı digər iki end device'lar arasındakı hop sayına bərabərdir. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, ofis 8 mərtəbədən ibarətdir və hər mərtəbədə təxminən 30-40 yeri var. Bir subnet istifadə edilməlidir. IP-ləri israf etmədən routerun interfeysinə hansı komanda yazılmalıdır? 30-40 user deyilirsə, 40-dan böyük 2-nin qüvvəti olan rəqəmi götürməliyik. 64 uyğun gəlir. 8 mərtəbə olduğu üçün 8-i 64-ə vurub ümumi IP-lərin sayını tapırıq. Ümumi IP-lərin sayı 512-dir. Subneti tapmağımız üçün tapmalıyıq ki, 2-nin hansı qüvvəti 512-yə bərabərdir. 2/9'umuz 512'dir. Burada 9 subnet maskdakı hostlar üçün ayrılmış sıfırların sayıdır. Subnet maskda 32 bit var. Ondan 9'unu biz hostlar üçün ayrıldıq. Hansı ki sıfırları nəzərdə tuturam. Yerdə qalır 23 ədəd 1. Yəni ki /23. Başqa sözlə deyəsi olsaq 255, 255, 254, 0. Yəni ki subnet maskımız 255, 255, 254, 0'dır. Doğru cavabımız B variantı. Burada qeyd edilən network ID-dir. Yəni ki 192.168.0.0 network ID-dir. Network ID-ni interfeysə yaza bilməyəcək. Amma həmin subnetdəki istifadəyə yararlı IP-lərdən birini yaza bilərik. Misal üçün 192.168.0.1 IP-sini interfeysə yaza bilərik. Keçək növbəti sualımıza. TCP və UDP-yə aid drag and drop suallardır. Sol tərəfdəkiləri uyğun olaraq TCP-yə və yaxud UDP-nin üzərinə aparmalıyıq. Birinci TCP-dən başlayaq. Send transmission in sequence. Sıra ilə göndərir. TCP-yə aiddir. Transmit paket as a stream. Axını ilə göndərir. TCP-yə aiddir. Use a lower transmission rate to ensure reliability. Güvənilirlik üçün aşağı ötürmə sürətindən istifadə edir. TCP-yə aiddir. İndi isə UDP-yə aid olanlara baxaq. Transmission include an 8 byte-idir. Ötürmə 8 byte-idir daxilindədir. UDP-yə aiddir. Transmit paket individually. Paketləri individual olaraq göndərir. UDP-yə aiddir. Use a high transmission rate to support late sensitive application. Gecikməyə həssas applicationlar üçün yüksək ötürmə reytini dəstəkləyir. Bu da UDP-yə aiddir. Doğru cavabları burada da görə bilərik. Növbəti suala başlayaq. Bu sual bizdən soruşur ki, bir cihaz eyni anda iki station'ın frame'ini göndərdiyini müəyyən edir. Bu vəziyyət frame'in ilk 64 byte qəbul olunduqdan sonra baş verir. İnterfeysin altındakı hansı counter artacaq? Late collision ilk 64 byte qəbul edildikdən sonra baş verir. Doğru cavabımız C variantı. Late collision. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, PC-A, PC-B ilə əlaqə qurub. PC-A, PC-B ilə növbəti dəfə data göndərərkən aşağıdakı cavablardan hansı doğrudur? PC-A, PC-B ilə bir dəfə əlaqə saxladığı üçün source və destination MAC adres dəyişməyəcək. Doğru cavabımız C variantı. Əlavə məlumat üçün bu topologiya üzərində izah etmək istəyirəm. İki cihaz bir-biri ilə əlaqə saxlayarkən, source və destination MAC adreslər hər hopdan keçdikcə dəyişəcək. Yəni ki, source və destination MAC adreslər hər dəfə routerdan keçdikcə dəyişəcək. Amma
Source və destination IP adreslər isə ucdan uca dəyişməyəcək. Yəni ki, routerlardan keçdikcə source və destination IP adreslər dəyişməyəcək. Bu dediyim NAT istifadə edilmədiyi hal üçündür. NAT istifadə edilirsə IP adres dəyişiləcək.